Asan İnnovativ İnkişaf Mərkəzi ölkənin ən böyük biznes tədbirlərindən olan və 10-cu illiyini qeyd edən Milli Marketinq Forumunun tərəfdaşıdır. Forum çərçivəsində təşkil olunan 3 panel üzrə moderatorlar və spikerlər iştirakçılarla öz sahələrinə dair dəyərli təcrübələrini bölüşüblər. Panel müzakirələri iştirakçılara həm yeni biliklər qazanmaq, həm də şəbəkələşmə baxımından geniş imkanlar təqdim edib. Forumda dövlət qurumlarının rəsmiləri, sahibkarlar, media nümayəndələri iştirak ediblər. Nə xoş ki, biz Asan İnnovativ İnkişaf Mərkəzi olaraq bugün bu tədbirin, bu yubiley tədbirin, həm də bu forumun tərəfdaşıyıq. Çünki Milli Marketinq Forumu ölkədə biznes düşüncəsinin inkişafına çox mühüm töhfə verir. Çünki çox aktual mövzuları, son dövrlərdə biznes üçün hansı aktual mövzular varsa, hər il həmin mövzuları çıxardır panel müzakirələri olaraq və biz həm də bu il doğrudan da son zamanlar çox aktual olan yeni texnologiyaları, blockchain, süni zəka, big data mövzularını ilk günündə 9 may tədbirində mən də moderator olaraq orada iştirak edərək müzakirə etdik. Həqiqətən də mən düşünürəm ki, iştirakçılar üçün çox faydalı mövzulara toxunduq. Yəni həm təkcə iştirakçılar üçün yox, həm də biznes dünyası üçün. Bugünkü tədbirdə biz Dövlət Komitəsi olaraq həm böyük qayıdış prosesinin düzgün formatda çatdırılması, işıqlandırılması, dayanıqlı icmaların yaradılması və onların sosial-iqtisadi potensialının gücləndirilməsi istiqamətində bu məlumatları düzgün formatda çatdırılması məqsədi ilə bu foruma qoşulmuşuq və əlbəttə ki, bu forum təkcə fikir və təcrübə mübadiləsi deyil, həmçinin yeni əməkdaşlıq, yeni üfüqlərin müzakirə olunması forumu. 3 gün davam edən, yeni biliklər əldə etmək üçün şərait yaradan forumun sonunda iştirakçılara sertifikat təqdim olunub. Qeyd edək ki, tədbirin media tərəfdaşı isə Asan Radio və TV-dir.